böyük insanlar məqama çatan kimi heç vaxtı intiqama meyilli olmur. O, cılız və aciz insanlarındır ki, məqam şərait düşür, əlinə fürsət düşən kimi intiqam alsın. Böyük insanlar bağışlamağa və mərhəmətə, rəhm etməyə üstünlük verir. Çünki Allahın adı da Rəhmandır. Əgər sən günahları başa düşüb, səhvləri dərk eləyib, günahları tərk edərək Allahın huzuruna gəlmisənsə, Allah heç vaxtı qüdrət sahibidir deyə qüdrətindən sui-istifadə edib səni alçatmaz, səni cəzalandırmaz, səni təqdir və təşviq edər ki, nə gözəl, nə xoş gəlmisən, mən elə sənin yolu gözləyirdim, niyə gec gəlmisən? Bunlar bir sözlərdir ki, Allahın Allahlığına əqidəsi olan, onun əzəmət və qüdrətini dərk edən insan belə bir Allahının olduğuna görə yalnız şükür etməlidir. Yalnız təşəkkür etməlidir ki, Allah, çox şükür ki, sənin kimi Allahım var. Nə yaxşı ki, elə mən sənin qulun, bəndün, sən də mənim yaradanım, xaliqim, mənim Allahımsan. Allah bizi buracan gətiribsə, bizi bağışlamaq üçün gətirib. Heç olarmı ki, sən bir insan olaraq evə birini qonaq çağırasan, sonra qapından qovasan? Yəni, böyük düşüncəli insanlar bu addımı atmaz heç vaxtı. Hətta sənin evində xoşa gəlməz bir hərəkət də, məsələn, nöqsanlı hərəkət də keçərsən ki, evimdə qonaqdır, yaxşı deyil. Eyb yox, qonaqlıq bitsin, mən sonra deyərəm fikrimi, sözümü, ifadəmi.